Bir zaman gələcək, mən ölü, siz diri. Ya o günü biz görəcəyik, ya görməyəcəyik bilmirəm, amma o zaman mütləq gələcək. Heç kəsin buna şəkki olmasın. O nə zamandır? O elə zamandır ki, birinə desələr dinsiz, məlum olacaq şəxsiyyətsiz adamdır. Birinə desələr dindar, məlum olacaq şəxsiyyətli adamdır. Dindar deyən kim deyir, hə, bu şəxsiyyətli adamdır. İndi belədir, xeyr, indi belə deyil. İndi dindarların içində çox şəxsiyyətsiz adamlar var, dinsizlərin içində çox şəxsiyyətli adamlar. Demirəm, amma dindarların əksəriyyəti, əstəğfurullah, elə demirəm. Deyirəm, çoxdur belə adam. Əksəriyyət falan deyə bilmərəm. O faiz nisbətini mən bilmirəm. Amma bir gün gələcək, bu din çalxalanacaq, o ki, axirət zaman imtihanlarıdır. Çalxalanacaq, şəxsiyyətsizlər içindən atacaq, şəxsiyyətləri cəlb edəcək. Bu mütləq olacaq, mütləq. Elə ki, şəxsiyyətsizləri atdı, çıxartdı içindən, qalacaq şəxsiyyətlilər və kənarda qalan dinsiz şəxsiyyətli adamlar, amma dinlər yoxdur. Onlar mütləq gələcəklər, onlar dini qəbul edəcəklər mütləq. Din güclü adamların əyninə biçilib. Din qüdrətli adamların əyninə biçilib. Heyfdir, güclü adamlar dindən uzaq qalsın. Çünki güclü adamlar dinə gəlsələr möcüzələr yaradır, zirvələrə qalxır. Elə məqamları fəth edir ki, heç kəsin heç, belə deyim, oranın iyini qoxusunu hiss eləməyib. Güclü adamı gətir dinə, bilsin ki, anladasan ki, güclə din tam mütənasibdir bir-birinə. Bunu göstər, gör nə inir. Bəzən biri səcdə edir Allaha. Deyir, Subhanə Rabbiyəl əla və bəhəmdə. Allah deyir, şuluq eləmə, çəkil gedirən. Nə üçün deyir? Deyir ki, sən bu səcdənin qiyməti yoxdur. Çünki sən elə hamının qabağında əyilirsən, bir də mən. Sən elə xislətin budur əyilmək. Gəlmirsən indi burada oyun çıxartma, Subhanə Rabbiyəl əla. Elə sən elə hamının qabağında əyilən adamsan, boynu bükük adamsan, indi də həmin o xislətin gətirib səni mənim qabağımda səcdəyə salır. Sən zəiflik səbəbindən gəlib səcdəyə düşmüsən. Sən səcdənin mənim üçün qiyməti yoxdur. Sən öyləşmirsən əyilməyə, indi gəlib burada əyilmirsən. Bu əyilməyin mənim üçün heç bir qiyməti yoxdur. Biri də var Əli əleyhissalamın səcdəsi. Həzrət Əli əleyhissalamın. Heç kimə əyilməyən adamın gəlib Allah qabağında alnını yerə qoyması görməli mənzərədir. Ləzzətli səcdədir. Əsl mənasında səcdədir. Səcdə bu deməkdir əslində. Səcdənin mənası budur.